Günlərdir ki, Azərbaycan mediasını zəbt edən Ramiz Mehdiyev və onun klanının özbaşınalıları, xainlikləri göz qabağındadır. Onların sərvətlərini bu eşidəndə adamın başı da gicəllənir. Bu 230 nəfər hələ ki siyasi da ki, genlənir, deyirlər, artacaq. Bunlar yalnız dövlətə xidmət eləməyiblər. Onsuz da dövlətə xidmət eləməyiblər. Bunlar yalnız öz civlərinə, öz nəsillərinə, öz manafelerini güdüblər. Özləri üçün bahalıq villalar, bahalıq maşınlar, xaricdə villalar, iş yerləri. Bunlardan başqa heç bir iş görməyiblər. Hal-hazırdakı məmurlar da bəzilə bir çoxları beləncədir. Mən deyim, məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məmurları, mənim əlimdə məhkəmə qətnamaları var ki, dövlət qurumu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi mənə 112.000 manat pul verəcək. 6 ildən çoxdur ki, bu məhkəmə qətnamaları icradadır. Lənkəran İcra Proporsiya Şöbəsinin istədiyi rüşvəti vermədiyimə görə 6 il bunlar 5 il məni süründürdülər. Həbs qoyulmuş əmlaklara təzədən həbs qoymaq. Çünki niyə? Mən onların istədiyi 12.000 rüşvəti nəqd şəkildə onlara verə bilmədim. Dedim, yoxumdur mənim pul verməyə. Mənim də vermədiyimə görə bunlar da mənim başıma min oyun açdılar. Məhkəmələrdə 5 il məni süründürdülər. Yalan aktlar, yalan vadlar, hamısı. Yaxşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlətin konstitusiyasının, məhkəmə qətnamaların, qanunların bir dənə dılığır, şərəfsiz məmuru olan Abbasov Dadaş, Nasifoğlu kimlərin güdazına verəndə, dövlətin konstitusiyasının Dadaşov Abbasın özbaşınalıqlarına, yediyi haqlarına güdaza verəndə, bunlar belə olacaqdır. Bu gün sabah bunlar işdən çıxanda, bütün nazirliklər də, hamısı da vətən xaini də çıxacaqlar. Çünki südləri kəsilir, bulaqları quruyub, gəlir mənbələri yoxa çıxıb. Bunlar öyrəşiblər dövlətin əmlakı mənimsəməyə, dövlətin büdcəsini talamaya, vətəndaşların ciblərini soymaya, vətəndaşların əmlaklarını mənimsəməyə. Sabah bunlar kəsiləndə, bunlar vətən xaini də çıxacaqlar. Bunlar nə istəsin eləyəcəklər. Bu gəlir olsun ancaq. Dövlət qurumlarına deyəndə ki, nazirlərə deyəndə ki, ay cənab nazir, ay ədliyyə naziri, məndən rüşvət istədi, mən vermədikən məni 5 il süründürüb icra məmuru, məndən rüşvət istədim, vermədiyimə görə başıma min oyunlar gəlinib. Ekologiya Nazirliyi mənə borcudur, dövlətin əlimdə məhkəmə qətnamaları var, dövlətin məhkəmə qətnamaları əlimdə var. Niyə baxmırsınız? Ay cənab prezidentin köməkçiləri, mən sizin dəfələrlə yanınızda olmuşam. Ay insan hüquqları üzrə müvəkkil Ombudsman Səbinə xanım, dəfələrlə sizin yanınızda olmuşam. İcra Baş İdarəsinin rəisləri, 12 dəfə mən sizin qabınızda olmuşam. Bütün dövlət qurum rəhbərlərinin qabında olmuşam. Niyə dövlətin qanunların, konstitusiyasının bir dənə məmurların adına verirsiniz? Sabahçı gün həmin o məmurlar da öz başınalıqlarından həzz alacaqlar. Biraz da böyüdəcəklər. Bizə nə edən olub ki, bugünkü günə kimi? Sabahçı gün də vəzifədən gedəndən sonra halbəttə çətə quracaqlar özləri üçün. Halbəttə dövlətə xəyanət eləyəcəklər. Çünki bunların qarşısı alınmayanda bunların sonu belə olacaq. Məsələn, mən yenə deyirəm, 75 qəbulda olmuşam. Məsələn, bugünkü günə kimi həll olunmayıb. Amma mənim 700 manat qaza borcu olduğuma görə gəlib mən bir gün də qazımı kəsiblər ikinci dəfədən də. Nə üçün? Biz Azərbaycan Respublikasının vətəndaşı deyirik. Azərbaycan sərvətlərinin biz vətəndaşlara heç bir aidiyyəti yoxdur. 21-ci əsrdir, neft-qaz ölkəsində yaşayırıq. Dünyaya meydan oxuyuruq. Amma bugünkü gün vətəndaşların qazı kəsilir. Niyə? Vətəndaşın borcu var. Bəs niyə demirsiniz ki, vətəndaşa da dövlətin borcu var? Niyə dövlət vətəndaşa borcunu ödəmir ki, bu gün vətəndaş məcbur qalıb qaz pulunu ödəmədiyinə görə yenə gəlib onun qazını kəsirsiniz? Budur Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına verilən qiymət. Cənab Prezident, buradan sizə yenə də müraciət edirəm. Arxası el olanın kürəyi dağa söykənmiş kimidir. Yenə deyirəm, el, vətəndaş, xalq, sağda insanlar sizi, dövləti, qanunları indiki məmurlardan, keçmiş sabiq məmurlardan, İndiklərin də içində bəziləri yaxşıları var. Niyə? Amma çox sevirlər sizi, cənab prezident, dövləti və qanunları məmurlardan fərqli olaraq vətəndaşlar çox sevir. Yenə deyirəm, arxası el olanın kürəyi dağa söykənmiş kimidir. Sizin yenə arxanızda, necə ki 44 günlük müharibədə vətəndaşlar sizin sözünüzə görə hər dəqiqəsi ölümə kimi
qabağa getdilər. Amma hansı məmurun balası getdi? Yenə gedənlər kasıb xalqın bağları idi. Yenə də buradan xahiş edirəm, özbaşına məmurların haqsızlıqlarına son verilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mənə dəymisyanın ödənilməsini xahiş edirəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sual edilsin ki, bu Abbasov Dadaş Nasif oğlunun kürəyi nazirlikdə kimə bağlıdır? Onun tasmasını tutan kimdir? Onun arxasında duran kimdir? Əmlak kimi hansı yüksək vəzifəli məmurlarla yiyib ki, bugünkü günə qədər ona gözün üstə qaşın var deyən olmayıb. Mən dəfələrlə Ekologiya Təbii Sərvətlər Nazirliyinin vəzifəsini icra edən Rəşad İsmailovun qəbuluna yazılmışam, lakin bugünkü günə qədər heç bir nəticə olmamışdır. Qeydiyyata dəfələrlə alsalar da bugünkü günə qədər heç bir qəbul olmamışdır. Mənə qəbul eləməyib. Çünki gözləri kölgəlidir. Çünki əlində məhkəmə qətnamaları var. Çünki bunlar dövlətin konstitusiyasını, qanunlarını, məhkəmə qətnamaları Dılığır Abbasov Dadaş Nasifoğlu kimi şərəfsizlərin güdazına veriblər. Ona görə də cənab prezident, mənə dəymisyanın ödənilməsini xahiş edirəm. Və bu məsələni nəzarətinizə götürməyinizi artıq dərəcədə sizdən xahiş edirəm.